Qoç bürcü 28 aprel 2025-ci il. Günün başlanğıcı ən asan olmayacaq. Yaxınlarınızla münasibətlərdə uzun müddətdir davam edən ziddiyyətlər üzə çıxacaq və onlara məhəl qoymamaq daha yaxşıdır. Qarşıda çoxlu çətin söhbətlər var. Bu danışıqlar zamanı sakit və operativ qalmaq vacibdir. Nəhayət kompromis həllər tapmaq və kobud kənarlara hamarlamaq mümkün olacaq. Lakin bu müəyyən səy tələb edəcəkdir. Tədricən vəziyyətin yaxşılığa doğru necə dəyişdiyini görəcəksiniz. Ətrafınızdakılar sizə lazım anda kömək və dəstək təklif edəcəklər. Bir çox əlverişli perspektivləri görəcək və onlardan uğurla istifadə edəcəksiniz. Buğa bürcü 28 aprel 2025-ci il. Gün yaxşı keçəcək, lakin axşam saatlarında çətinliklərlə üzləşməli olacaqsınız. Siz güc və enerji ilə dolu olacaqsınız. Bütün lazım işlərin öhdəsindən gələcəksiniz. Bəzi buğalar qohumlarının problemlərini həll etməyə kömək edəcək və onların dərin minnətdarlığını qazanacaqlar. Münasibətləri gücləndirmək, inkişaf etdirmək üçün əlverişli zamandır. Xüsusən də son vaxtlar aranızda tez-tez münaqişələr olubsa, bir baxışda bir-birinizi başa düşə və keçmiş narazılıqları aradan qaldıra biləcəksiniz. Günün sonunda özünüzü idarə etmək çətin olacaq. Başqalarının xırda çatışmazlıqlarına yersiz əhəmiyyət verməyin. O zaman mübahisələrdən və fikir ayrılıqlarından qaça biləcəksiniz. Əkizlər bürcü 28 aprel 2025-ci il. Pis gün deyil. İşinizdə sizə faydalı olacaq, bir şey öyrənmə imkanınız olacaq. İmtahanlara hazırlaşmaq üçün yaxşı vaxtdır. Bir çox əkizlər gərəksiz şeylərdən qurtula. Son vaxtlar problemdən başqa heç nə gətirməyən münasibətlərə son qoya biləcəklər. İntuisiya qeyri-müəyyən vəziyyətlərdə düzgün qərarlar təklif edəcək. Axşam saatlarında yığılıb qalmış ev işlərinə fikir verməli olacaqsınız. Hər şeyin öhdəsindən uğurla gələcəksiniz və ailə üzvləriniz bəzi öhdəlikləri öz üzərinə götürməyə hazır olacaqlar. Köhnə dostlarla görüş sizə çoxlu müsbət emosiyalar bəxş edəcək. Xərçəng bürcü 28 aprel 2025-ci il. Çətinlikləri olmasa da yaxşı gündür. Bir çox xərçənglər ünsiyyətdə xüsusilə dürüst və sadə olacaqlar. Bu da hər hansı anlaşılmazlıqların qarşısını almağa kömək edəcək və bir çox mübahisəli məsələləri müzakirə etmək imkanı verəcək. Hər kəsə uyğun həllər təklif etmək mümkün olacaq. Əgər pozulmuş münasibətləri düzəltmək üçün fürsət yaranarsa, bundan istifadə edin. Peşman olmayacaqsınız. Günün sonunda biraz həssas ola bilərsiniz. Hər şeyi çox ciddi qəbul etməyin. Çox vaxt məyusluq və narazılıq üçün əsl səbəb olmayacaq. Şir bürcü 28 aprel 2025-ci il. Gününüz xoş keçsin. Bütün səylərinizdə şanslı olacaqsınız. Buna görə də uzun müddətdir təxirə saldığınız şeylərə indi başlamaq vaxtıdır. Yeni və tanış olmayan mövzuları tez başa düşə biləcəksiniz. Görülən səylər istədiyiniz nəticəni verəcəkdir. Bir çox şirləri maraqlı səfərlər, canlı təəssüratlar və müsbət emosiyalar gözləyir. Ev işləri diqqətinizi tələb edəcək, lakin çox yorucu olmayacaq. Karyeranıza müsbət təsir edəcək və biznesinizi inkişaf etdirməyə kömək edəcək faydalı insanlarla tanış olmaq imkanı yaranacaq. Qız bürcü 28 aprel 2025-ci il. Olduqca yaxşı gündür. Səhər saatlarında güc artımı və emosional yüksəlişi hiss edəcəksiniz. Əksər qızlar bütün planlaşdırılan işlərin öhdəsindən asanlıqla gələcəklər. Köhnə hobbiyə vaxt ayırmaq və ya yeni və maraqlı bir şey sınamaq imkanınız olacaq. Ailə üzvləri işlərinizə qarışmağa çalışacaqlar və bu son dərəcə müsbət nəticələnəcək. Yaşlı qohumların məsləhətlərindən laqeyd yanaşmayın. Onlar sizə faydalı fikirlər və perspektivli fikirlər verəcəklər. Günün ikinci yarısı mühüm məsələlər müzakirə etmək, ümumi işgüzar maraqlarınız olan insanlarla görüşmək üçün əlverişlidir. Tərəzi bürcü 28 aprel 2025-ci il. Özünüzü ələ ala bilsəniz gün uğurlu olacaq. Səhər bir çox tərəzilər emosional yüksəliş hiss edəcəklər. Ona görə də hər hansı bir çətinlik onlara heç nə kimi görünəcək. Ev işlərini çox vaxt ayırmalı olacaqsınız. Lakin bu çox da ağır olmayacaq. Hətta səylərinizin nəticələrindən həzz alacaqsınız. Çoxdandır görmədiyiniz insanlarla gözlənilməz görüşlər mümkündür. Başqalarının çatışmazlıqlarını çox tənqid etməməlisiniz. Bu yaxşı münasibətləri qorumağa və evdə müsbət atmosferi qorumağa kömək edəcək. Əqrəb bürcü 28 aprel 2025-ci il. Olduqca sıx bir gündür, amma sevincsiz deyil. Sağlam düşüncəniz əsaslandırılmış qərarlar qəbul etməyə imkan verəcək. Uzun müddətdir sizi narahat edən məsələləri yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır. Söhbət asan olmayacaq, amma nəticədə bir çox ziddiyyətləri aradan qaldıracaq və aranızda qarşılıqlı anlaşmanı gücləndirəcəksiniz. Axşam mehriban görüşlər və yeni tanışlıqlar üçün idealdır. Çox güman ki, gələcək həyatınızda mühüm rol oynayacaq insanlar sosial çevrənizdə peyda olacaqlar. Uzun müddətdir kiməsə aşiqsinizsə, o insana yaxınlaşmaq üçün bir fürsət yaranacaq.
Ox atan börcü 28 aprel 2025-ci il. Gününüz xoş keçsin. Siz güc və enerji ilə dolu olacaqsınız. Ona görə də heç bir çətinlik sizi çaşdırmayacaq. Gələcəklə bağlı planlar qurmaq, onları yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır. Birlikdə siz ən maraqlı variantları ortaya çıxara və mümkün məsələləri həll etmək üçün bir çox yol təqdim edə biləcəksiniz. İndi sizə çox çətin görünən işləri görməyə başlamağın vaxtıdır. Ox atanların çoxu qeyri-adi məsələləri belə asanlıqla başa düşəcək və yaxın dostların dəstəyi məsləhətləri çox faydalı olacaq. Oğlaq bürcü 28 aprel 2025-ci il. Günün ilk yarısında bütün vacib işləri görməyə çalışın. Adətən mübahisə etdiyiniz insanlarla belə ümumi dil tapa biləcəksiniz. Bir çox oğlaqlar çoxdankı düşmənlərlə barışacaqlar. Bəzi keçmiş düşmənlərin müttəfiqlərinizə qoşulması mümkündür. Daim sonraya təxirə saldığınız məsələləri həll etmək üçün əlverişli zamandır. Axşam saatlarında hisslərinizin öhdəsindən gələ biləcəyiniz ehtimalı azdır. Bu zaman vacib qərarlar qəbul etməməli, tələsik vədlər verməməlisiniz. Sevdiyiniz insana səmimi söhbət sizə müsbət əhval-ruhiyyə qazandırmağa kömək edəcək. Dolça börcü 28 aprel 2025-ci il. Məşğul gündür. Münaqişələrdən qaça bilməyəcəksiniz, lakin onların tez bir zamanda həllini təqdim etmək sizin səlahiyyətinizdədir. Əgər yaxınlarınızdan biri ilə mübahisəniz varsa, tezliklə barışmaq yolunda ilk addımı atmağa çalışın. Əksər dolçalar heç bir ciddi layihəyə başlamamalı, mühüm qərarlar qəbul etməməlidirlər. Bahalı alışlar üçün əlverişsiz vaxtdır. Emosional vəziyyətinizə diqqət etirin. Günortadan sonra yaxın dostla görüş və ya sevdiyiniz insanla görüş böyük sevinç gətirəcək. Onlar sizə dəstək olacaq, sizi şadlandırmağa və xoş sürprizlərlə sevindirməyə çalışacaqlar. Balıqlar börcü 28 aprel 2025-ci il. Sizi aktiv gün gözləyir, uzun müddətdir sizi narahat edən bir çox məsələləri həll edə biləcəksiniz. Yeni şeylər öyrənmək, ixtisasları artırmaq, imtahanlara hazırlaşmaq üçün əlverişli zamandır. Bir çox balıqlar dostları və ya qohumları ilə ciddi mövzuları müzakirə etməkdən faydalanacaqlar. Bu, lazımi düşüncələrə səbəb olacaq. Faydalı insanları ziyarətə dəvət etmək üçün əla vaxtdır. Günün ikinci yarısında xoş xəbərlər almaq mümkündür. Siz tezliklə mühüm rəqabət üstünlüyünüzə çevriləcək məlumatları öyrənə biləcəksiniz.